Hər vaxtınız xeyir olsun. Yenə mən Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyinin sədri Kamil Abdullayev. Deməli, dostlar, bir fikri sizinlə bölüşmək istəyirdim. Deməli, bu məmur fırıldağı deyilən bir fırıldaq yayılıb gündəlikdə Azərbaycana. Bu fırıldaq nədən ibarətdir? Deməli, imkanın varsa, pulun varsa, istənilən insanın evini uçurursa, varlanmaq üçün də, yazığın, imkansızın birinin gedir evini uçurursa və sonra deyirsən ki, bunu qorxutmaq üçün deyirsən ki, birinci xanım Mehriban Əliyeva'nın xəbəri var. Fırıldağa baxın siz. Və yaxud da görürsən bunun bankda biraz pulu var. Bank özü, əsas da bu Unibanka aiddir. Bank özü bu insanı deməli pulundan məhrum eləyir və sonra deyir ki, xanımın xəbəri var. Və yaxud da kredit verir, krediti vətəndaş ödəyir 36%-lə, 25%-lə, vətəndaş ödəyir, bu kredit qutarmır və məhkəmələrə müraciət edir. Məhkəmələr də bilirsiniz də bu dəqiqə ən biabırçı yer Azərbaycanda məhkəmələrdir. Yəni, pulun varsa, istənilən bir adamı öldür, 2 dəqiqədən sonra da sən bıraxsınlar. Məhkəmələr çox deməli, qanunsuzluqlara yol verir. Bunun haqqında danışmaq olmaz. Və bu qanunu pozan insanlar da əlində o məhkəmələrin qətnamə və qərarlarını bayraq tutaraq deyir ki, görürsünüzmü, məhkəmənin qərarı var. Yəni, belə bir ədalətsiz bir dövrə gəlib düşmüşük və hamısında da açıq aydın göstərirlər ki, xanımın xəbəri var. Bunu niyə sən bu qanunsuzluğu eləyirsən? Xanımın xəbəri var. Bu evi, cəmaatın evini niyə əlindən alırsan? Xanımın xəbəri var. Niyə uçurursan? Xanımın xəbəri. Gedir heyvanları uğurlayırlar, deyirlər, birinci vitse-prezidentin xəbəri var. Belə bir fırıldağa yol verirlər. Və burada məmur özbaşınalığı tək bir məmurdan irəli gəlmir. Bir neçə məmurun birləşməsi. Bir neçə məmur birləşir, vətəndaşın evini əlindən alır. Bank birləşir məmurlarla bir yerdə, ən çox da Unibank. Birləşir məmurlarla bir yerdə, vətəndaşın evini əlindən alır. Hara, neyindirsə müraciət eləyirsən ilə, məhkəmələrə get müraciət edir. Məhkəmələr də deyir ki, qardaş, yuxarıdan tapşırıblar. Artıq məmurlar biri-birindən birləşir, bax, fırıldaq. Və adını da qoyurlar ki, Mehriban Əliyevanın xəbəri var. Mehriban Əliyeva göstəriş veribdir ki, məhkəmədə Unibankın xeyrinə qərar qəbul olunsun. Baxmayaraq ki, vətəndaş haqlıdır. Baxmayaraq ki, vətəndaş pulunu ödəyib. İndi kimə gedib deyəsən, necə eləyəsən, Mehriban Əliyeva əlin çatmır. Məcbur olursan ki, sən bunu ictimailəşdirəsən. İctimailəşdirəndə də məmurlar gəlir, kəstirir başının üstünü ki, sən niyə xanımın adını tutursan? Siz deyirsiniz də. Sizi kimi şərəfsizlər, vicdansızlar deyir ki, Mehriban Əliyevanın xəbəri var. Əvvəl deyirdi Ramiz Mehdiyev deyil. Yəni, indi Ramiz Mehdiyev yoxdur arada. İndi Mehriban Əliyevanı, bax, gözüm çıxdıya salıblar. Respublikada harada ən pis iş varsa, ən çirkin iş varsa, orada Mehriban Əliyevanın adını çəkilir. Sanki Mehriban Əliyeva sizin üçün nədir? Yəni, mən üzümü tuturam Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinə, Daxili İşlər Nazirinə, Ali Məhkəmənin sədrinə. Ali Məhkəmənin sədrinə onsuz da 100 dəfə demişik, heç bir nəticə əldə olunmur. Sizdən artıq dərəcədə xahiş edirəm. Siz bilirsiniz. Bilirsiniz ki, bu cür hallar var. Bu fırıldaqların qarşısının alınması üçün bir tədbir görün. Və buna görə də görürsün, Avropada təhqir olunur. Bizim ölkə Ali Baş Komandanımız, ölkənin prezidenti, onun ailə üzvləri. Və məsələ buradadır ki, bir qrup məmurlar varlamaq üçün Mehriban Əliyevanın adından qanunsuz əməllərlə məşğuldurlar və bu da ölkədə böyük rezonans doğurur. Və bunu da sosial şəbəkələr vasitəsilə xaricə ötürürlər. Xaricdə də görürsünüzmü, təhqirlər, söyüşlər. Biz gərək buna son qoymalıyıq. Mən üzümü tuturam xalqıma. Gözəl xalqım, xahiş edirəm bu videonu paylaşın ki, qoy bütün insanlar bilsinlər ki, bu cür fırıldaqlar var, baş verir. Və sonra da Mehriban Əliyevanın adını hallandırırlar. Xahiş edirəm bu cür hallara yol verilməsinə icazə verməyin. Diqqətinizə görə sağ olun.